Noyabrın 9'undan Ağdərənin Rəng kəndinə gəlmişik. Baxın, darvazanın bir tayı qoyulub, bir tayının yeri qırıqda qoyulmuş. Bir damdır. Ev bir damdır. 4 otaqdan ibarət olan evi bölüblər 2 otaq. Bir üzə salıblar, 2 otaq bir üzə salıblar. Evin bir başına çıxış qoyublar. Bir ailə yığıblar, bir başına da çıxış qoyublar, bir ailə yığıblar. Evin yağmurluqları yoxdur. Baxın, görülən işə baxın, dövlətin ayırdığı pul, hani ki bunların gördüyü işə baxın. Baxın, yağmurluqlar yoxdur. Yağış yağır bura. Bax, mənim əlimdən gələn bax budur. Baxın, mən yağışın qarşısını aldım. Yağış yağır bura, buradan da olur advala. Şimdi gedək hamama. Hamam çiftlər. Baxın hamama. Baxın, taxta qırılır. Bax, taxta qırılır, çökür. Bakın, bakın Cənab Prezident, Qaşqınkom sizin verdiğiniz vəsaitini neyin etdi ki, bak bize zulüm verir. Bakın, Ermənidən qalan bir dənə üslunu vermirlər ki, cəmaat altına qoysun, otursun ki, qadağandır. Ermənidən qalan əşyanı işlətmək olmaz. Bakın, Ermənidən qalma tamamdır. Çirkəmə baxın, mən ayın 9'undan üzbəri çalışıram, mən bunu təmizləyə bilmirəm. Bakın, alttan yukarı torpaq qaynayır hər tərəfdən. Bakın, 50 milyon düzəldirlər. Bakın, 50 milyonun kanalizasiyasını hamamın trapının içine koyuyor. Bak, bu belə buradan axır. Unkazın kanalizasiyası yoxdur. Başı tökülür hamamın içine. Şimdi keçin, evi görsədim. Bu bir damla ibarət olan evin içini görsədim sizə. Bu ev mənə 3 otaqlı adına verilir. Çıxdım pilləkəndən. Deməli, yağış yağanda mən məcburam xunada ayaqqabı soyunum. Xunanı. DSP ilə xunanın amirinlə yığırlar. Xuna işqafı asılmadığına görə xuna işqafının üst gözü dalına keçirlər. Alt gözün vururlar. Açıq balkonu, bax, sirkələnir. Baxın, xalaverinin ağzını açıram. Bax, xalaverinin ağzı qayıb, örtülmür. Gərək məcbur örtün. Keçdik, bura balkondur. Bu otağın biridir. Gəlirsən, bu zaldır. Bu da otağın biridir. Bu da otağın biridir. Bura verilibdir. 2 otaq. 2 otaqlı da 3 otaqlı adına verilib. Evdə bir damdan ibarətdir. 4 otaqlı ev olur. 2 otaq bir üzə salıblar, 2 otaq bir üzə salıblar. Bir üzə bir qaşqın yığıblar, bir üzə bir qaşqın yığıblar. Tamam, hər tərəfi bərbad gündədir. Cənab Prezident, xahiş edirəm. Gedən tikintiləri, ayrılan büdcələri nəzarət alasınız. Bütün hər tərəf uçub tökülür. Baxın, xuna mebeli verən dövlət üst gözü verməyə gücü mü çatmır? Çatır. Deməli, buranı artırırlar, pulu yeyirlər. Üst gözə işqaf vurulmadığı üçün üst gözlü işqafı ləğv eləyirlər, alt gözü işqaf salırlar. Baxın kafirlərə. Baxın, əlim düşür arasına. Baxın, sökülür tökülür. Çaydanı qoymuşam qarşısına ki, tökülməsin. Baxın, sizin ayırdığınız remontu bax belə eləyirlər. Aboylara baxın, altı yoxdur. Gətirib buradan yapışdırıblar, tökülür yerə aboy. Baxın, bunun tuzu yapışdırıblar. Baxın, cücələr çıxır altdan. Hanı bura ayrılan pullar? Hanı dövlət prezidentimizin ayırdığı büdcə vəsait ki, bizi ayın 9'undan üzü bu yana bizə zulüm verirlər. Bu böyük bir problem deyil ki, bu 30 ilə, 35 ilə həll olunur. Bu Qarabağ problemi deyil. Bu ev problemidir. Niyə mənə 3 otaqlı düşdüyü halda mənə 2 otaqlı mənzil verilib, o da bərbad gündür.